Qalmışdıq harda? Yaratmadığınız sidebarımızda. Düzdürmü? Gedirik axırıncı dəfə dərs 1. Buradan bir dənə nə edirəm? Açıram proyekt. Proyekti açan kimi nə yazıram bura? Yazıram. Terminalı açıram. Deyirəm ki, np nə? M nə? Dərs 1 yox. Mən təzə proyekt yaradıram. Bu qaldı da o şey. Bunu istifadə eləməyəcəm. Yaxşıdır da. npm create nə? Void ISO add latest. Bir dənə də bura yazaram. Dərs 2. Tamam. Bir dənə də bura yazaram. Template. Bilmirəm ki, belə yazılır ya yox. Görək. Düz yazmıyor. Template React. Yox. Bunu yazmasan bu aşağıda seçirsən gedib. Hə. Yazsan seçmirsən. Görək. Oba. Gördünüz heç nə seçmədiniz. Yenə adı seçdiniz. Nə JavaScript TypeScript verməyib ki bu mənə. Yox, JSX verib, TSX verməyib. Nə bilim, React seçdiniz, gördünüz. Promo yükləndi bu. İndi deyirsən ki, CD dərs 1 yox 2, npm i. npm i nəyi yükləyir? Nə ehtiyac var node modus? Nə package-lər? N nədir oradakı? N, node. Qutardı. Node package nədir? Node package, səndə node ümumiyyətcə nədir? Node.js. Nə idi? Sənin JavaScript-ini backend kimi işlətmək üçün bir mühitdir, tamam. Biz də buna, məsəl üçün, React yazanda, bunun aktiv olaraq, məsəl üçün, qalxması üçün, hazırda durması üçün, bir serveri olması üçün, tamam. Bunun package-lər yükləmək üçün sən burada package-lər yükləyirsən, gəlirsən bunun içinə package yükləyirsən, silirsən. Bu JavaScript-də xas olan bir xüsusiyyət deyil. JavaScript web browserdan qırağa çıxanmır, browser dilidir. Yaxşı. Sən buna hər hansısa bir paket yükləyib silmək üçün istifadə eləməlisən nəydən? Bir backend mühitindən. O backend mühitini də sən verən o Node.js-dir. Tamam. O Node.js-dir. O Node.js sayəsində də sən bu paketləri yükləyə bilirsən, silə bilirsən. Bu React-ın özü bir paketdir. Tailwind-in özü bir paketdir. Aydın oldu. Ondan sonra keçəcəyik, nə bilim, React Router.com yükləyəcək. Bu şeyin özü. React Icons yükləyirsən. Nədir? Bir paketdir. Bu paketləri yükləmək üçün sən nədən istifadə edirsən? Və bunlar node paketlərdir. Çünki bir backend mühiti yaradılıb orada. Aydın oldu? Ki, bunu izah eləmişəm. Gəlib deyək ki, nə oldu mən onu? App.css. Rədd edildi. Bunu kontrola. Nə? Rıfçı? Rıfçı yazırsınız. Keçmişsiniz ki, avtomatlaşdırmağa. Denə yazmışdınız ki, əllə keçəsiniz. Hə, sağ olun. Qəşəng. Alasınız. Sən? Ona görə deyirəm ki, birinci dəfədən şey kimi, qren oyunu var, belə gəlir gibi. Hə. Nə işlə qolduracaqlar ya. Nə iş yoldaşlarımla düşmən eləyəcəklər. Həqiqə, hə, dərsdə keçək. Deməli, biz yazırdıq nə? Sidebar yazmağa çalışırdıq. Düz. Güya. Hə, amma ki yazamamışsınız. Birinci şəkildə tez şəkildə sidebarımı yazın. Deyirəm ki, bizdə yenə olsun. Biz buna şey qoşmuşduq, Tailwind. Keçən dəfə də qoşmalıyam sizdən. Oba. Onda bir dənə də qoşarım. Tailwind var. Option qoşmaya bilirsiniz də. İzah eləmirəm. Güya nağarsınız, girirsiniz buradan, kopyala, ya Allah getdi. Ən xoşladığınız şey. Girirsiniz buradan basırsınız.
Əlinə 3 dəfə vur da üstündən belə çıxış. Developer deyirsən, bax, baba kimi onu belə seçsən. Keçsin bunu da. Gəldin hara? White configure. Gəldin, bir dənə də bunu buradan as, bunu buradan mötərizəni qoy. Belə elə, yaz bura tailwind CSS. Tamam, bunu da qoy buradan düşür. Ondan sonra da bir dənə importunu elə. Hardan? Index CSS-dən gəl buradan shift. Hazır. Bax, getdi söykəndi qıra. Niyə? Sıfıradır. Reset CSS verdi. Sağ ol. Sağ ol. Ondan sonra buna deyirsən ki, bas fayla, mən proyektimə davam edirəm. Gedib yazsan nə? Sidebar. Sidebar. Sidebar üçün bizdə bir dənə burada struktur quraq da, bir dənə buradan komponent qovluq açıram. Components. Burada olacaq məndə sidebar. Sidebar nəyin içində olur adətən? Header-in içində olur. Yazırsan buradan header nöqtə JSX-im olacaq. Ondan sonra sidebar nöqtə JSX-im olacaq. Ondan sonra bir dənə burada main nöqtə JSX-im olacaq və s. və ilaxır. Buna da gedirsən, yazsan rifcem bura, tamam. İnşallah bu arada buradakı function adı bundan eyni olmaq məcburiyyətində deyil ha. Tamam. Bunun adını dəyişdirib header qoya bilərsiniz. Yaxşı. Amma buradan da header export eləməlisiniz və indi görəsiniz. Bunu gedib artıq buradan çağıranda, tutaq ki, mainin içində yox, app'in içində buradan header çağırırsan, gəlib deyəndə ki, header bu şəkildə import olunur. Header faylının içindən. Yaxşı. Çünki burada mən demişdim ki, import olunan nədir bizdə? Fayl yox, function'dır. ISO. Ki, o function'ın return elədiyi gəlir ora. Bildiniz? Bunu da buradan silirəm. Bu düşür nə halına? Fragment. Boşluq. Qara dəlik. Düşdü boşluq. Fragment. Fragment halına. Ondan sonra gəlirsən buradan başlayırsan ikinci ən sevdiyimiz şey. Gəlirsən buradan bomba UI açırsan. Başlayırsan şaqqa-şaq. Çörək ağacı deyil bura bizdə. Header'dan gəlirsən buradan bir dənə ürəyim istəyən baxım görüm. Deyirsən elə bundan qəşək. Bundan bir dənə götürürsən, gəlirsən salırsan. Bunun içinə, bunu fragment, bunu buradan, bunu buradan, bunu buradan. Ondan sonra main'ə bir dənə gedib deyirsən ki, məndə qəşək bir dənə banner, block, button, input, hero. Gəlirsən deyirsən ki, qəşək bir dənə hero olsun, ehtiyac yoxdur. Bunlar elə bu yaxşıdır. Buradan bir dənə hero olsun, gəlib deyirsən ki, mən səndən istəyirəm. Adam kimi sayt yazırıq da, başlayırız. Kopyalaya. Ondan sonra gəlirsən, deyirsən ki, bir dənə də qəşəng nə istəyirəm? Footer. Footer istəyirəm bir dənə də. Footeri də bu footerdən. Gəlirsən ki, bir dənə də footer. Heç ehtiyac yoxdur, prosto bir dənə də bundan footer deyək, rıfçı deyək. Gələk elə bunun yerinə promoyuna. Footer ataq. Qalsın bu. Ondan sonra gəlib baxsan ki, bir dənə header'ım var. Niyə? Bunu harada çağırmalıyıq biz? App'in içində gedib strukturumuzu qurmalıyıq ki, header'ım buradadır, main'im buradadır, footer'ım buradadır. Ondan sonra gedib baxsan ki, oba, mənim saytım quruldu. Gözəl qəşəng şəkildə. Ondan sonra deyirik ki, gedək bir dənə sidebar yazaq. Sidebar yazaq. Sidebarımız harada olur? Məndə header'ın içində. Düzdürmü? O da olur buradakı sidebar. İndi hər bir sidebar get yaz. Sidebara gəlib deyəcəm ki, sən olassan sidebar. Yaxşı. Yox, özümüz yazaq. Mambada sidebar var. Var ya. Ehtiyac yoxdur, xoşum gəlmədi. Kaprizliyəm burası. Gedirəm özüm yazıram. Class name yazıram ki, hash screen olsun. Ondan sonra width max width olsun da. Max width max xırı özdə width 450 piksel olsun. Tutalım ki, bıcı olsun. Bu niyə avtomatik çıxmır? Xiyar deyil. Nə yazım bura? 300, 400 Grey.
Grey yox, bir dənə qəşəng rəng var idi, silver. Silver olsun. Hə, ondan sonra can sağlıq. Başqa nə olsun? Ha, bir də ki, nə olmalıdır sidebarım? Fixed olmalıdır, düzdürmü? Ki, müəyyən qədər görək də. İndi bunu burada görmürük. Gedib nə edərəm? Nə edərəm? Sidebarı çağıraram harda? Header'ın içində. Header'ın içində gəlib bir dənə deyərsən ki, buradan elə yuxarıdan promo yazarsan ki, qardaş, məndə sidebar var. O gəlsin, düşsün bura. Onu eləyən kimi görsən ki, heç zırt da yoxdur ekran. Nə? Olsun da, yəni fərqi nədir? Fixed olacaq, qabaqda olacaq da. Yəni prinsip app'in içində deyil bu. App'in içində header'ın içində sidebar varsa bu app'in içində deyil. App'i bacardığınız qədər uşaqlar nə saxlamalısınız? Sadə saxlamalısınız app'i bacardığınız qədər. Hər ziri zibili yığmamalısınız app'in içinə. Sidebar app'in içində nə gəzir? Hə? Header'ın içində burada Lalə, dərsə. Telefon almayım. Alıram uşaqlardan. Sidebar. Bu olmalıdır burada. Tamam. Bu görsənmir hal-hazırda, çünki bunun top 0 mıfırı yoxdur. Yox, ondan deyil. Ona bir dənə də right 0 yaz. Bu görsənmək istəmir. Bir dənə də içindən bundan yaz. Oy. Max fit demişəm. Düzdür. Mən fixed olan şeyə max fit nətər deyə bilərsiniz. Fixed olan şey onsuz da enini itirir. Sən buna desən ki, normal width 450 piksel, deyər ki, hə qaqa. İndi başa düşdüm nə demək istəyirsən. Yaxşı. Bu arada şey daha qəşəng durulmuş. Ağ rəngdə elə. Tamam. Ağ daha qəşəng durur, solidni. Hə. İndi buradan bir dənə də gedib deyirsiniz ki, məndə React icons var. React öyrəndinizmi? Tamam. Bir dənə gəlib deyirsiniz ki, npm i react icons. Əgər hər hansısa bir şeyin npm-ini bilmirsinizsə, gəlib bu npm saytından baxa bilərsiniz millət. Tamam. Burada hər şey var. Yəni npm-in saytını npm qabağına libon yazsınız, gəlir buradan çıxır. Bax, eyni şey. Tamam. Ehtiyac yoxdur. React icons bomba kimi bir yerdir. React icons elə bir ki, Vahid müəllim göstərmiş olar. 70 dənə kitabxananın birləşməsi kimi bir şeydir. Aydın oldu. Orada bütün, yəni Fontausundan tutmuş, digər kitabxanalara qədər onların pulsuz ikonları təqdim olunur. Hətta pulsuz ikonlardan əlavəsi də təqdim olunur. Ki, məsələn, elə burada React iconsda ikonlar var ki, heç Fontausunun pulsuzunda görmürsən onu. Amma Fontausun ikonudur. Sən məsəl üçün buradan bir dənə X yazsan və close yazarsan nə bilim. Close yazıblar nə bilim. Və burada çıxsaz, burada görürsünüz FA yazılanlar var ya bu. Fontausun kitabxanasından gələnlərdir. Fatimə. Hə. Gələnlərdir. Orada məsəl üçün bu dənə bundan sadəsini götürürsən, buradan bir dənə gəlib deyirsən ki, mənə bunu ver. Bu import olunmağını da buradan da yaza bilərsiniz, oradan da import eləyə bilərsiniz. Və yaxud burada gəlib bunu bura yapışdırandan sonra bunu bir dənə silin, bunu bir dənə açın. Bir dənə buradan basın deyəcəm, bu olmadı. Package.json loka yüklənməyib məndə React icons. Əslində yüklənib. Əslində olmalı. Birinci dəfədən olmuş, arada eləyə bilər. Normalda siz bunu gəlib belə eləyəndə burada çıxmalıdır ki, React icons kitabxanasından. Proyekti böyük ehtimalla söndürüb təzədən yandırsaq düzələ bilər. Yəni Ctrl Shift B, reload window eləyim. Düzəlməsə də əlindən import eləyərsən. Terminalımız getmədi. Baxım. Getdi. Gördünüz. Bir dənə gəl burada Ctrl-C, Y-ni, npm, run, dev. Zəhrəm getmiş işdə də. Hə, bunu bura şey salmamışdı. İndi baxım görüm. Yenə işləmir. Boş ver. Neyiniyək? Buradan import eləyək. Bunu da importa vurun. Bunu da belə eləyin. Bunu da ehtiyac yoxdur. Hələ ki, React deməkdə. İndi gedin baxın. Sayt yoxdur. Hara getdim? Tamam. Ne buradadır? Yanıb burada. Yanıb burada. İndi buna bir dənə gedirsiniz. Classdan, Mulasdan. Bunun size var. Görürsünüz. Bu millət.
Deyəsiniz bu size nədir? Bu bizim React iconumuzun öz propertisidir. Tamam. Buna size verə bilirsiniz. Məsələn 4-dən zaddan qoysanız bura bir şey olmadı. Nə qoymalıyam bilmirəm ki. Buradaymış. Deyil. 4. 40. Tamam, yaxşıdır. Gözümüzə batır. Məsələn 40-dan zaddan qoydunuz bura. Ondan sonra getdiniz class name dediniz buna. Buna da şey verə bilərsiniz. Buna da nə bilim ürəyiniz istədiyiniz kimi absolute zad, bunları özünüz bilirsiniz, demirəm. İndi bunu açıb bağlamasını yazmalıyıq, düzdürmü? Yazmamısınız. İndi mən də sizə izah eləmişdim. Optimize dependencies changed reloading. Bu. Yox, şey yox. İndi bunu asacaq da. Fixed indi məsəl üçün bunu buradan display hidden elə, məsəl üçün hidden eləcək. Buna basanda asacaq. Tamam. Nə edirsən? Gedirsən o hardadır səndə header-da. Header-da bura bir dənə button salırsan. Sign up-ın yerinə gəlib deyirəm ki open cart. Zart. Yes. Open cart yazırsan bura. Deyirsən ki sən open zarta basanda asacaqsan. Tamam. İndi bunu zarta basanda nə taracaq? Tamam. Nə etməliyik? Bir dənə state təyin eləməliyik, düzdürmü? Bizdə dəyər saxlayalım. Çünki niyə state təyin eləməliyik? Basanda White müəllimə cavab verdiyiniz kimi neynəsin? Dəyər getsin. State'in onu şeylə də eləyə bilərik. Dəyişənlə də eləyə bilərik. State'in fərqi nədir? Renderdə görsənməyi aşıq ol. Yəni bizdə komponentimizin state'in dəyişəndə yenidən re-rendering prosesinin getməyi. Məna burada. Və biz sidebarımızın içindəki bunu açıb bağlayacaqsa, tamam. Bunu header'ın içində nə eləyəcəksə, harda yazmalıyıq bu state'i? İndi zır təbdə deyəcəm, deyəsiniz niyə? Appdə, bax, mən demişdim ki, appdə yaza bilərsən. Eləyə bilərsən. Çünki app belə deyəcəyin, yəni, mən nə sorsam qayıdıb desən ki, appdə, başa düşdün, düz çıxacaq. Şey kimi bir şeydir. Sən nə kimi bir şeydir? Harda Apple reisiz, deyirsən Azərbaycanda. Gedirəm Gəncə tərəfi, deyirəm harda Apple reisiz, deyirsən Azərbaycanda. Başa düşdün? Yəni, prinsipə hər yerdə appdir, hər yerdə app ana komponentlərdən biridir. Ondan yuxarı bir dənə main var, main içində zaten bir dənə app yazılır. Tamam. Sən rahat yer fikirləş. Fikirləş ki, header-la sidebarın ortaq ana komponenti, yəni ortaq ikisinin də olduğu komponent hansıdır? Prinsipi header-dır. Düzdürmü? Yəni sən bu header-dan qırağa çıxacaqmı bu sidebarın true false-u? Çıxacaq app-dən qırağa və s. Yox. Tamam. Siz nə məntiqədə? Yəni yenə paint-imi açıram, başlayıram rəssamlığa. Tamam. Bax, bu app'dir, bu header'dır, bu nədir, main'dir, bu da footer'dır, bu da header'ın sidebar'dır. Bax, bu. Tamam. Buna bir dənə value ötürməliyik, buradan ötürməliyik. Tamam. Bizdə işləyən, value gedib gələn iki dənə komponent var. Hansıdır? Bu ikisi. Tamam. Bu ikisindədirsə, sən niyə burada təyin edib bundan buna, bundan da buna ötürəsən? Başa düşdün nə deyirəm? Sən elə burada təyin eləyərsən, tamam, burada təyin eləyərsən, o burada da işləyər, buna da gedər. Bildin? Çox qurtardı, getdi. Şimdi sinif uşağın qarmana dəftərinə oxşar. Deməli, getdik buradan. Dedik ki, state təyin edirik, harada? Header-da. Mən gəlib deyəcəm ki, const bir dənə bizdə status var. Tamam, status olaraq təyin edeyim. Bir də set status təyin edeyim. Bu bizdə olacaq sidebarın statusu da. Burada bir dənə use state deyirəm. Statik dəyəri olsun nə bunun? False. Yes. Bunu neynəyəcəm indi? Mən buradan gəlib deyəcəm ki, mən buna open karta vuranda, bu status nə olmalıdır? True. Nə deyəcəm onda? Bura deyəcəm ki, on click, tamam, promoy bunun içində yazıram. Bir dənə callback funksiya, ondan sonra nə?
Set status nə? True. Düzdür. True. Tamam. Ondan sonra gedib bunun sidebarın içindən bu statusun getmək üçün nəyi ötürməlisən? Props kimi nəyi ötürməlisən? Həmin göstərəm. Tam bu. Status bərabərdir. Yes. Niyə? Yəni bax görsəndiyi kimi gedir. Obyekt gedir. İçində status deyə bir clean status value'su gedir. Yəni bundan o tərəfə bir şey getmir. Yazdıq. İndi gəlib burada nəyi tutarsan? Statusu. Və nə şəkildə? Tutsun ki, bax buradan gəlib desən ki, props deyə bir şey gəlir. Bura loga versən, nə çıxacaq burada? Props deyə bir obyektin içində status deyə bir key. Tamam, bax, obyektin içində status deyə bir key. Tamam. Sən bunu belə tutub, sonra gəlib bura props.status yazmaq yerinə, bunu tutmaq yerinə, və gəlib bura promo yazarsan ki, props yox elə, məndə obyektin içində status gəlir. Aydın oldu. Və burada promo status yazarsan, yəni destrukturlaşdırarsan. Yes. Ondan sonra da gəlib bunu burada deyərsən ki, qardaş, məndə bu olacaq zadın içində. Backtiklərin içində. Amma bu şəkildə yox. Birinci bu, sonra bu. Tamam. Ondan sonra da gəlib deyərsən ki, bu hidden'ı götürürəm buradan. Bunun yerinə bir dənə JavaScript yazıram bura. Deyirəm ki, əgər məndə statusum true'dursa, neynə? Flex elə, tutaq ki, deyilsə, neynə? Hidden elə. Hazırda false-du mu statik olaraq? Nə gəlir? False gəlir. Basanda true. Qutardı ki. Yəni, indi bir də buna basanda false. Düzdürmü? Olmalıdır. Amma indi nəyə yazmalıyıq onu? Həmin bu ikonumuza. Bu ikonumuza yazmaq üçün nə deməliyəm bura? On click. Hə, yenə nə bilim callback, nə bilim nə. İndi bura nə yazacağım? Hə, status true eləməliyik. Nəylə eləməliyik status true? Set statusun. Set statusun yoxdur. Neyini yərəm? Neyini yərəm buradan onu? Göndərərsən. Yazım. Set. Status. Tamam. Set. Status. Nə? Oy. Baxın. İşləyir. Tamam. Yox, camel case'dir, düzdür. İşləyir. Ki biz bunun biraz da qəşəng versiyasını bilirdik. Yəni flex hidden eləmək yerinə buna transition yazırdıq. Yadınızdadır. Bunu eləyirdik statik olaraq top 0 yox. Top 0 yox, right 0 yox. Nə? Mənfi 450 zad eləyərsən, mənfi 100% eləyərsən ürəyin nə istəyir. Tamam. Gəlib deyərsən ki, statik olaraq true olanda right 0-da olsun. Amma görsənməyəndə bu right-dan olsun mənfi, elə deyək ki, tutaq ki, 500 piksel daha təmiz görsənməsin. Yenə eyni şey gördünüz. Amma ki, bu şəkildə olanda hidden-dan fərqli olaraq biz buna nə verə bilirik? Transition gəlib də bir dənə deyirsən ki, transition ol. Transition, tamam. Ol deməyə də ehtiyac yoxdur. Var. Gördünüz? Artıq transition. Bir dənə də lap ürəyini istəyir. Transition. Duration. Duration. 700 milliklər. Oldu sayt var. Bomba kimi. Yəni şeylərdən götürdüyü sayt. Niyə yazmamışsınız bunu? Açsın. Çox asan idi. Çox asan idi. Yəni elə tapşırıq vermişdim ki, sırf bir dənə stake təyin edib 2 yer ötürəsiydiniz. 10 dəqiqə.
Qardaş, nəyə başa saldım? Paint-dən sizə şeyi başa saldım. Strukturu başa saldım ki, ana komponentdə təyin olunmalıdır. Sonra dedim ki, Rəşid, gedəsən evdə əziyyət çəkməyəsən, bala. Gəlib burada sidebarda yaradıb şeyi, state-i. Buradan itələməyəsən yuxarı şeyə, ana komponentə da. Çünki itələyəməyəsən. Sonra da gələsən ki, qaça-qaça Elvin, mən göndərənmədim. Deyəcəm ki, Rəşid ana komponentdə, onda da qaydasan ki, mən niyə izah eləməmsən? Hə? Asan deyilmi? Asandır uşaqlar. Rahatdır, çox rahatdır yəni. Bir dənə tənbəllikdən yazmamış. Asıl. Ay, sol. Bax, temalı tutmusan. Artıq sən main-də button yazsan, o sidebarı açsa, main-lə sidebarın ortaq komponenti hansıdır? Hə, asıl. Dedim qayda deyər ki, main GSX. Comp deyir. Onda ki, appdə yaratmalısan. Çünki sidebar header main-in içindədir, button da main-in içindədir. Tamam. Qurtardı ki. İndi belə bir şey eləyək. Gedək deyək ki, bizdə bir dənə data götürək də, həmişə kimi. Tamam. Data götürək. Nə datası? Hə, counter-ima yox, mockdan zaddan götürməm. Bizim köhnə counter-imizin datasını götürək. O burada olmalıydı. Mentor 3 React counter burada olmalıdır. Tamam. Tamam, ehtiyac yox. Buradan handle count mount yox. Buna ehtiyac yox. Bu dərs 2-dir. Counter açmaq, React counter. Counter-ı React yazmışıq. Yox. Hə, counter-ı React yazmışıq. Burada şey olmalıdır bizdə. App map public-in içində yox. Hara salıb onu görəsən. Cards counter import country data deyib buradan. Aysa. Tamam. İndi həll eləyəcək. Bu datanı bir dənə götürün buradan, qalanı həll olunandır. Tamam. İndi gəlirsiniz burada özünüz üçün bir dənə ürəyiniz istəyir bura data deyə bir şey açsın, nə bilim, data deyə bir folder açsın. Gəlin deyin ki, source-un altına, məndə datamın altında olacaq data.js. Tamam. Və gəldiniz bir dənə papka, bir dənə bura, bir dənə də bunu bura yapışdırın. İndi deyəsiniz bunu, gözəl qəşəng şəkildə gəldi bura. Oy ama 16.000 sətr. Tamam. İndi deyəsiniz ki, bunu bax export elədi buradan qəşəng şəkildə. Export. Bax bir dənə yaradırsınız, export default eləyirsiniz. Tamam. Çünki səndə data.js-i çağıranda nə versin mənə? Birbaşa olaraq counter-ini versin. Bunu JS-dən JSX şəklində yaratmağın nə fərqi var? Tamam, soruşa bilərsiniz. Mən də deyərəm ki, qardaş, yəni sən burada hər hansısa bir HTML elementi yazmayassansa, niyə JSX yaradasan? Bir dənə counter təyin edib bunu çölə çıxardarsan da, JSX yazsan bunu yenə işləyəcək. Amma ehtiyac yoxdur. Ondan sonra gəlib bir dənə deyirsən ki, mən bunun adını counter yox, istəyirəm eləyim data. Deyirəm ki, məndə bir dənə, gəlib bir dənə bura deyəndə ki, data, bax buradan çıxır ki, data.datanın altında məndə var. Buradan bir dənə bunu şık import elədiniz. Tamam. Lap ərləni, lap belə. Ondan sonra gəlib nə deyərsiniz? Bunu hər hansısa bir nəyəsə mənimsətməlisiniz, düzdür? Hə. Mənimsədə də bilərsiniz, mənimsətməyə də bilərsiniz, saxlaya da bilərsiniz. Gəlib burada datanı verəndə bir dənə gedib. Biz bunu bağladıq. Hə, bura deyil. Bu birisi. Tamam. Bir dənə gəlib bura gedəndə. Tamam. Gəlib baxırsınız ki, bunlar hamısı buradadır. Tamam, dayanıblar burada gül kimi, qəşəng şəkildə dayanıblar. İndi sən bunu buradan nə edərsən? Mənimsət hər hansısa bir şeyə. Çünki biz bunun üstündə əməliyyatlar və s. eləyə bilərik də. Tamam. Gəl bir dənə deyim ki, const məndə tutaq ki, data bərabərdir nəyə? Bərabər data. Tamam. Buradan da console log'a denək ki, data yenə. Tamam. Eyni şey çıxdı.
Aydın oldu. Bunu mənimsətməyimin qəşəng yanıdır ki, hə, üstünlüyündür. Əriyin üstünlüyü dəyişik izadə elə, bunun üstünlüyü elə də. Yəni sadəcə bir dənə referans təyin eləmirsən. Çox bir şey deyil. Hə. Bu qalsın burada. Sən də sidebarın içinə kart gedə bilərmi? Tamam. Data gedə bilərmi? Gedə bilər də qardaş. Niyə getməsin? Sən də hə. Gəldin tutaq ki, burada sən çıxartmaq istədin bizim şeyləri, kontinentləri. Nətər yazmışdıq biz köhnə saytımızda? Nətər yazmışdıq? Amerika bu. Nə? Sidebar yox idi olmağına. Çünki bunda sidebara ehtiyac yoxdur əslində. Country'də. Prosta sizə yazmaq üçün göstərdim. Yox, göstərmək üçün yazdım. Hə. Niyə? Amma burada nə var yenə? Burada kontinentlər var. Bu kontinentləri ekrana çıxartmaq üçün nə edərsən? Bəs? Hə, datadan götürməlisən də və s. və ilə. Hə. Biz də girib tam nəsə də indi bunu eləyə bilərik. İndi girək bunu ekrana çıxardaq. Bizdə əsas məsələ budur. Bunun altında return. Hə. İndi bunun altında main olacaq. Mainin altında istəyirəm ki, mən olsun sectiondan sonra kart hissəm, kartlar hissəm. Düzdürmü? Nə yaratmalıyam bir dənə? Deyim ki, cards.csx, card.csx. Tamam, card.csx. Bunu ırıqdır. Tamam, bunu yaradasam burada bu heç. İndi gedib deməliyəm ki, mən burada onu yaratmalıyam. İndi mən burada gəlib deyəcəm ki, mən də birinci şey eləməyə çalışam. Ekran çıxartmaya çalışam. Birinci onu nə edərəm? Nə edərəm bunu, datamı? Yəni ötürərəm. Düzdürmü? Mən ötürməsəm məpləyə bilirəm. Yox. Deyirəm ki, gəl bunu buradan ötürək. Hara? Bura. Zınıtı data bərabərdir. Zınıtı data. Tamam. Nədə maraqlıdır? Olsun, olsun. Qalsın hələ belə. Görək nə öyrənirsən. İndi gəlib buradan maindən deyək ki, gəl, sən mənə buradan nə gələcək? Zınıtı data gələcək, country data gələcək. Gəl bunu mənə loqa ver. Başımız boyda error gəlir, görək. Tamam. Law is not defined. Law. Hə, mənə də maraqlı law. Yox. Gəlir. Şu kimi burada main CSX5-də görsənir. Tamam. Bax. Tamam. Gəlir. Şu kimi. Bu false-u da gedək sidebardan, midebardan yığışdıraq. Hədə çıxmasın ekrana. Ondan sonra bunu mən burada ekrana vurmalıyam. Nə deməliyəm? Ekranlarda vurasın artıq. Inner HTML. Tutursan elementi inner HTML edirsən. Yox. Əlimizdədir şey, düzdürmü? Gəlirsən buradan deyirsən ki, nə? Açdım bir dənə JavaScript. Burada nə deyirsən? SND data. Hə, sonra nöqtə. Map. Sonra. Gəl bir dənə buradan, Mambadan kart götür qoy. Mambadan bir dənə girdim, buradan gəldin, kardı götürdün. Buradan. Ya da kürəyini istəyir buradan, bu da pis kart deyil. Bu da yaxşı olan. Bunu götürdün, nə dedin? Gözlə də indi, hələ ki belə. Tamam. Bu şəkildə eləsən olarmı? Yox. Niyə? Niyə yox? Nə var? Niyə? Gəlib burada deyərəm ki, nə? Sorsa, necə yazıram? Burada bir dənə mötərizə qoyursunuz millət. Görürsünüz bu şəkildə. Gəlib yazırsınız ki, item nöqtə flag olacaq yəni. Şəkil olsun deyə deyirəm. İşləyirmi?
Gözlə də onu həll eləyək. Onu göstərəcəm. Bunu bir dənə ataq hələlik bir divin içinə. Buna da bir dənə deyək ki, sənin class name-in olacaq, pygroup olacaq 7. Ondan sonra bıcın olacaq bundan, dark text bıcımıcı bunu götürək, yapışdıraq. Bura çox yapışdırdıq. Ondan sonra flex olacaq, justify center olacaq, items center olacaq, flex wrap olacaq, gap 3 olacaq. Çox da bir şey qalmadı. Tamam. Düzüldülər bu. Gözəl qəşəng şəkildə kartların hamısı var. Qəpi də biraz ürəyini istəyir, çox elə. Hə, gözəl qəşəng şəkildə çıxdı bura hamısı. Burada item.flag, item.flag'a desən ki, Elvin hardan verdin? Bu burada millət məndə datamın içində şəkillərimə baxsaz, hər bir obyektimi açıb baxsaz, onun şəkilləri flag olaraq burada dayanıb. .flag, tamam. Item.flag-la bunu buradan götürə bilirik. Oradan götürdüm. Hə. İndi bu necə ekrana çıxdı? Bu ekrana çıxmalıdır əslində. Yəni burada çox bir problem yoxdur. Sən bunu təyin eləyəndə gəlib bir dənə deyirsən ki, cınıltı datanı map elə, item hər dəfə buna bu divi çıxar. Tamam, nəyin arasından? Bu divlərin arasından. Çıxmalıdırmı? Çıxmalıdır. Amma bizdə yəni React-da belə bir məntiqimiz var ki, biz strukturumuzu normal şəkildə görək. Bunu belə alt-alta basıb yazırdıq. Sonra gedib Vanilla JS-də HTML-mi yazardıq. Aydın oldu. Ona görə də adətən bunun yerinə gəlib bura yazırsan ki, nə? Məndə kart komponenti hər dəfə burada maplənəcək. O kart komponentimin içində də bu kart olacaq. Başa düşdünüz? Tamam. İndi bunu buradan eləyəndə yoxdur. Çünki niyə? Buradakı item.flag'ı bu görmür. Tamam. İndi bu item.flag'ı sil. Buradadılar hamısı. Kartları mapləndilər. Gördün? Hə. Necə? Yəni kartı mapləyirsən, bunu mapləyirsən, hardan mapləyirsən, mainin içində mapləyirsən buradan. Amma bura nəyə ötürməlisən? Datanı ötürməlisən, düzdürmü? Datanı ötürmək üçün nə deyirəm bura? Millət, hər bir kartda onun obyektini göndərməliyik. Onun obyekti maplənəndə nəyin içində saxlanır? Array. Rahatlayın, beyninizi boşaldın, diqqətinizi verin. Meditasiya elətdirəm sizə. Belə fikirləşin, rahat şəkildə. Bizdə maplənəndə içində gəzir. Hər birini bir obyekt şəklinə döndərir və onu ötürməliyik biz o obyekti. Onu nə olaraq, nəyi ötürməliyik? Hə? Ay sol. Yəni item ötürməliyik. Nəyə ötürəsən bunu? Yəni map eləyəndə bu bir dövrdür. Hər dəfə array-in içində gəzən budur. Bu da hər dəfə nə olur? Hər bir counterinin obyekti. Düzdürmü? Və sən bu obyekti buradan ötürməlisən. Nə deyərsən? Item bərabər item. Bəli, məntiqli olan öyrəndiyimiz budur. Amma item bərabər item deyəndə gəlib buradan, yenə buradan itemi tutanda gəlib baxarsınız ki, biz destrukturlaşdırsaq belə, yəni bəli, bu obyektin içində gözəl qəşəng şəkildə gəlir. Hal-hazırda item.name, item.surname və s. və axır işlədir. Promo olaraq bunu yaza bilərsən. Gəlib bir dənə dedin ki, bura altın yerinə nə? Bayaqkindən. Aləmi vurdum bir-birinə. Altın niyə sildim mən? Hə, tamam. Gəlib bir dənə dedin ki, item.flag. Şu, gəldim yenə. Tamam. Daha bat bir usul öyrədimsə, gəlib buradan bunu item bərabərdir, item demirsiniz. Tamam. Nəysə mənimsətmirsiniz. Item özü onsuz da nədir? Obyekt. Tamam. Bunu obyektin içində obyekt göndərmək yerinə gəlib bir dənə buradan deyirsiniz ki, tamam. Obyekt gedəcək. Amma içindəki obyekti bura parçalayıb sallam. Nə operatorudur bu? Spread. Yes. Deyirsən ki, bu itemi bura parçalayıb göndərəm. Prinsipi bu obyektin içinə, sənin obyektin nə oldu? Yayıldı, parçalandı, göndərildi. Onda gəlib buradan birbaşa olaraq yenə bunu tutsaz, bu şəkildə tutsaz,
Eyni söhbətdir. Tamam. Çünki artıq obyektin özü gəlir, obyektin özünü tutursan obyekt.flag. Aydındır. Amma daha rahat odur ki, sən destrukturlaşdırıb bunu artıq obyektin içindəkiləri tuta bilərsən. Yəni ki, buradan flagı tuta bilərsən promoy və sən burada item nöqtəsiz bunu işlədə bilərsən. Ayşə, bax gəldim bura bir dənə dedin ki, gəldim bura dedin ki, nə dedin? Bax burada bizdə nə var? Datada bir dənə bax title, country, name zad var da. Name.com zad olmalıdır. Name, yox elə name'in özüdür. Bax alfa kod var, flag var, name var, kapital, maptal var. Hə. Bax gəldim bura dedin ki, name gələcək. Name'i hardan tut? Gəl tut buradan. Name'i tut, kapital tut. Ürəyinə sən hansı lazımdırsa ancaq onları tut. Gəl ver nəyə? Name. Yanına da bir dənə belə eləcək. Kapital. Belə yox da, təbii ki. Belə, belə. Tamam. Gördünüz? Bunu görmürsünüz. Bakın. Başa düşdünüz məsələni? Yəni ki, artıq destrukturlaşdırıb yox, spread edib göndərirsiniz. Spread edib göndərdikdən sonra da burada destrukturlaşdırırsınız ki, mənə bir obyekt gəlir, o obyektin içində bunlar var, mən birbaşa onları tutmaq istəyirəm. Tamam. Birbaşa da yazırsan artıq item nöqtə və s. və ilaxır ehtiyac olmur. Bura, bax. Hə? Hayır, gözüm tutacaq. Bayaq obyekti, məsəl üçün, item bərabərdir, item yazanda, bax, item bərabərdir, item yazanda, bu onsuz da item da obyektdir. Tamam. Bu item bərabərdir yazanda, item'ı bir obyektə təyin edib göndərirdi. Tamam. Item key'in içində bir obyekt. Sən o obyekti tutmaq üçün elə nöqtə item yazmalıydın. Nöqtə item. Tamam. Amma biz burada item'ı birbaşa şeyin birini, elə bil item'ın öz bu obyekti yox idi. O obyekti 3 nöqtə ilə parçaladıq, saldıq bir dənə obyektin içinə. Bir obyekt qaldı. Yandı. Sizdə yandı. Hə, uşaqlar, çox çətin bir şey yox da. Azmaz. Gözünüzü qorxudursunuz. Onu item olaraq göndərsən loquna baxa bilərdin ki, obyektin içində nələr var göndərdiyimiz kimi. Yox, belə ancaq bunları tuta bilsən də, flag name, capital, maptal. Dediyim kimi, obyektin özünü göndərmək istəyirsənsə, get bura item bərabərdir, item yaz. Burada da item destrukturlaşdır, tut. Obyekti tut, item nöqtə ilə ora sal. Fərqi yoxdur. Aydın oldu. Lap belə də eləyə bilərsiniz. Gəlin görün sizə göstərəm. Özü istədiniz. Və bunu sil. Item bərabərdir. Item yaz. Ya ürəyini istəyir ki, obyekt bərabər item yaz. Yəni fərqi yoxdur. Tamam. Item bərabər item yaz. Gəl denən ki, mən buradan artıq bunları tutmayacağam. Nəyi tutacam? Item tutacam. Konsologa ala bax, item'ı verəndə nə gəlirsə, indi bunu item nöqtə eləyək ki, şey verməsin hələlik. Tamam. Konsologa item ver. Kim getdik, gerək deyərdim mənimdən su gətir. Bax, görsən obyektləri görə bilsən rahat şəkildə. Lap bunu bundan sonra da destrukturlaşdıra bilərsiniz. Nətər? Gəlib deyərsiniz ki, məndə const name flag capital bərabər nəyə? Item'a. Name. Tamam. Ondan sonra da yenə burada. Yenə bunları. Yenə errorsuz işləyir. Gördünüz. Başa düşdünüz? Bu da rahat üsuldur. Yəni item'ı gətirirsən və həm konsolluqda görə bilirsən. Tamam. Ürəyin istəsə gəl burada item nöqtə neyim işlət, ürəyin istəsə promoy buradan destrukturlaşdır işlət. Yəni hamısını
Yəni propsun ola bildiyincə bütün yollarını göstərdim. Tamam. Yəni fərq yoxdur. Onsuz da sənin elədiyin bunun yerinə bunu gətirib bura yazmaqdır da. Yəni itemin yerinə yazmaqdır. Tamam. Belə eləməkdir. Başqa bir şey deyil. Yəni sən burada ha item tutdun, gəldin burada destrukturlaşdırdın, ha burada destrukturlaşdırdın. Eyni söhbət. Destrukturlaşdırmadın, yenə eyni söhbət. Bizdə nə xəta çıxır hal-hazırda? Each child in a list should have a unique key prop. Key prop. Yəni key prop niyə çıxardır? Bizdə React-da eyni komponentin dəfələrlə render olunduqda və bu komponentin arasında, bu komponentlərin arasında heç bir fərq olmadıqda React deyir ki, qardaş, sən eyni şeyi dəfələrlə render eləyib ekrana çıxardırsan, bu yaxşı bir şey deyil. Özü yığışdır. Özü yığışdır da nədir? Yəni ki, bunları bir fərqləndir. Sən də bunlara hər hansısa bir key göndərərsən. Aydın oldu. Bu key hər hansısa bir unik bir şey ola bilər. ID-in varsa ID göndər. Yoxdursa buradan şey göndər. Indeks göndər və s. və ilə axır. Tamam. Və yaxud burada şey göndər bilərsən. Item'ın məsələn, cızağ3 hamısında fərqlidir da şey, bu adı. Cızağ3 burada şeydir. Alfa 3 kod. De bu. Əfqanistan, nə bilim, Azərbaycan zat. Hamısında fərqlidir da bu. Tamam. Gəlib buradan bunu göndərə bilərsən ki, sən get bura və s. və ilə axır. Nə? Getdi yığışdı. Aydın oldu. Lap belə bir şeyin yoxdur səndə. Promo olaraq get göndər nə? İyini, indeks. Buraya yazdığın indeks. Ondan sonra bu problemin yığılışacaq. Tamam. Və yoruldum mən. Nə? Chrome-da açım. Gözləyin. Mən yığışım dedim. DevTools. DevTools işlətməyi deyirsən, çox mənasız bir şeydir. Həyatımda bir dəfə də olsun işlətməmişəm. Yaxşı. Bu biraz mənalı olur. Biraz mənalı olur bu şeydə, böyük proyektlərdə millət. Tamam. Böyük proyektlərdə biraz mənası olur. Props new entry. Rədd ol. Böyük proyektlərdə biraz mənalı olur. Çünki komponentlər həddindən artıq çox olur. Sənin bir rahat 50 dənə komponentin olur və o 50 dənə komponenti orada o strukturda görmək rahat olur. Amma ki, yəni onu oradan görə bildiyin şeyi gəlib buradan app.js-in içindəki strukturdan da görə bilirsən və ya layout olur bizdə. Main layoutun strukturundan da görə bilirsən. Hər hansısa bir şeyi konsolluqdan inspekt eləməyə qalanda böyük komponentlərdə React DevTools-u işlədə bilərsiniz. Bu qədər. Yəni başqa DevTools-la əlavə bir özəlliyi, xüsusiyyəti, deyimi var? Yox, çox da yoxdur. Bu şəkildə yaza bilərsiniz. Cınıtı data, buradan promoid datanı da işlədə bilərik deyə cınıtı datanı bozardıb ki, yəni promoid datanı da işlədə bilərsən. Mən aydın olsun deyə buradan promo import eləyib bura vermədim. Mən əlavə bir dəyişəni təyin elədim. Tamam, problem yoxdur. İndi tamam. Mənim sizdən istədiyim olacaq ki, gedirsiniz, bunları gözəl şəkildə bura yazırsınız, mən yazdığım kimi, mən yazdığım tərzdə yazırsınız. Bundan əlavə olaraq mən sizdən istəyirəm ki, siz bu datanı eyni zamanda gəlib burada da mənim bu datadan istifadə eləyərək burada mənim kontinentlərimi çıxardım. Aydın oldu? Yəni ki, qitələrimi çıxardım. Çünki ham datamızın içində bizdə var. Kontinent array deyə bir şey yoxdur. Amma ki, hər datamın özünün içində bunun regionu var. Tamam. Bax, Asiya. Tamam. Bu regionlar, indi Asiyadan burada neçə dənə ölkə varsa, tutaq ki, 60 dənədir. Avropadan 50 dənədir, Asiyadan 60 dənədir, Afrikadan 80 dənə və s. və ilaxır. Mən istəyirəm ki, siz bunu bunlardan, bu datamdan istifadə eləyərək hərəsindən bir dənə olmaq şərti ilə bu kontinentlərimi bura çıxardasınız. Eləmədiyiniz şey deyil. Bir dənə arrayın içinə atasınız. Bir dənə daha, yəni hər kontinentdən neçə olmalı? Eləmədiyiniz şeydir. Bir array açasınız regionları, onun əlavələri təmizləyəsiniz. Ondan sonra bura vurasınız.
Atma. Bacarsan atmadan elə. Tamam. Öpürəm. Əla. Bacarsan belə. Onu çıxardın. Ondan sonra qaydası ilə deyir burada kimdir yəni. Burada kim? Bunu çıxardım belə bura. Tamam. Bir dənə də all qoyun, ya nə bilim bundan qoyun. Ürəyiniz nə istəyir? Köhnə proyektimiz kimdir? Köhnə proyektimizi keçirdirik React-a. Yazmısınız bir dəfə. Mən istəyirəm ki, eyni şeyi, eyni yazdığınız JavaScript-də React-da yazasınız ki, strukturun fərqini görə biləsiniz. Aydın oldu? Çünki orada başa düşəsiniz siz dəyişikliyi. Ondan sonra istəyirəm ki, bunlara basanda filtrlənməyi yazın. Hələlik bunu istəmirəm sizdən, bunu öyrədəndə istəyəcəm. Yaxşı. Tamam. Mən istəyirəm ki, bura basanda filtrlənməyi yazın. Amma ki, eyni zamanda da bu hissəni hazır eləyin. Bax, bura random kartı da hazır eləyin. Tamam. Random kart neyini? Random kart da bir dənə. Hər dəfə. Tamam, hər dəfə nə olur məndə? Random kart gəlir. Hər mənim ekranım açsanda bura. Və altdan statik kartlar gəlir. Amma ki, yəni digər qitələrə basanda o random yığışılsın buradan. Tamam. Və filtr nədir ki? Filtr JavaScript yəni əlavə bir şey yoxdur. Tamam. Qitələr görsənsin. Amma ki, məsələn burada statik olaraq ekranda deyək, Mamba-dan götürəsiniz də, onsa CSS yazmayasınız. Tamam. Biz orada indi resimləri təmizləyirdik, filtr edirik. İndi bax da indi burada. Ona görə deyirəm, bu bax strukturun fərqini tutasan hal-hazırda. Hazırda təmizləməyə ehtiyac yoxdur səndə. İndeksində. İndi burada səndə bax həvalə olacaq. Bu dənə istəsəz bundan qoyarsınız, basanda aşağı düşmək nədir? Window.scroll-da. Aydın oldu. Bir dənə search-ə basanda belə bir panel açılsın, bağlansın. Tamam. Aydın oldu. Search hissəsini hələ yazmırsınız. Mən öyrədəcəm sizə. Tamam. Prosto qoyursunuz ki, basanda açılsın, basanda bağlansın. Bu hissəni yazırsınız, filtri yazırsınız. Filtrə basanda amma bura və sənin bu kardın, random kardın getməlidir. Buna basanda itməlidir. Aydın oldu. Buna basanda onlar yenidən gəlməlidir. Çox çətin bir şey deyil uşaqlar. Yəni bura basanda sən yoxla ki, mənə hər hansısa bir tutaq function içində hər hansısa bir arqument gəlirsə, mənim bir dənə state'imi saxla, state'imi false elə. O state əgər false-dursa, bunları da göstərmə. Всё, qurtardı getdi. Hidden elə və yaxud promoter olaraq return-ə vermə olar. Aydın oldu. Təzə səhifə məsələsini hələ bilmirsən də, ona görə. Təzə səhifə üçün bax, bu lazımdır. Təzə səhifə bax, Countries Americas. Bu, React Router DOM-dur. Ayrı bir şeydir bu, ayrı bir dünyadır. Tamam. Onu mən sizə öyrətməmişəm. Ora çapmağa bir 4 dərsimiz var. Tamam. Onu inşallah öyrənəsiniz. Öyrədəcəm. Onu yazdınız. Tamam. Başqa da heç nə istəmirəm. Bunu yazdınız. Basanda buradan bunun getməyini yazdınız. Yəni statik olaraq bildiyimiz şeylər yazır. Buranın bura məplənməyini yazdınız mənim kimi. Aydın oldu. Всё, qurtardı getdi. Bunları yazırsınız. Bir də ki, birinci bundan qabaq gedirsiniz bir dənə sidebar-ı əllə yazırsınız. Aydın oldu. Sidebar bunun üstündə yazmasanız olar. Çünki bunda sidebar ehtiyac olmayacaq. Sidebar bir dənə gedib əllə yazırsınız. Ya da istəyirsiniz bunu, ay sol deyib buna qoyun da. Bunu responsivliyinə bir dənə sidebar salın. Açılıb bağlanın. Tamam. Burger menyudur, daha doğrusu bu. Tamam. Fərqi nədir sidebardır? Height-ını açıb bağlayırsan, width-ini açıb bağlayırsan, həm yuxarıdan gətirib salırsan. Tamam. Bura bir dənə burger menyu yazın, özü istəyir. Mən dediyim üsulla. Nə ilə? State-lə. Tamam, aydın oldu. Digər qalan bütün komponentlərimiz onsuz da Mamba-dan zad gəldiyi üçün hamısı responsivdir. Responsivlikdə probleminiz olmayacaq ondan yana. Aydın oldu. Tamam. Şu. Flex-milexdir. Qalan desinə yox. Eləyərsiniz? Eləməz. O qədər gələn görüşlərə.